Vidadi babanlı, sabahınız xeyir qızlar. Deyirlər ki, uşaq atadan deyil, anadan yetim qalır. Bir də deyirlər ki, zalim analığın zülmünü, ürəyə çəkdiyi daydığını heç böyüyəndə də unutmaq olmur. Bunu başı çəkənlər daha yaxşı bilirlər. Sona arvadda analıq idi. Amma bu adı heç kim ona yaraşdırıb dilinə gətirmək istəmirdi. Kənddə ondan söhbət düşəndə hamı, qoca da cavan da bir ağızdan deyirdi. Sonaya öcək ana demək haqsızlıqdır. O əlinin uşaqlarına doğma anadan da artıq baxır. Onun haqqını, əməyini itirənlərin əməyi itər. Zahirə ana üzünə lap körpə vaxtlarından həsrət qalmışdı. O gözünü açıb sona arvadı görmüş və onu da ana deyə çağırmış. Öcək doğmalığın nə olduğunu hələ bu günəcən hiss etməmişdi. Həmişə tezdən oyanan, qızını öz əli ilə yedirib içirdərək işə yola salan sona arvad bu gündə dan yeri qızarmamış ayaq üstündə idi. O həyətdə dörd tərəfinə çətən tutulmuş alçaq, yastı talvarın altında tələsik ocaq qaladı. Köz düşməyini gözləməyərək axşamdan bişirib hazır etdiyi xörəyi gətirib ocağın üstünə qoydu. Gerdə sarı samavara od saldı və arxayınca evə qayıtdı. Otağın eyvana baxan pəncərəsi qabağında təzə, yaylı çarpayda yatmış Zahirə yaxınlaşdı. Onu oyatmaq istədi. Lakin Zahirənin şirin yatışı arvadı fikrindən daşındırdı. Tabanı üstə dönüb səssizcə çölə çıxdı. Həyətə enəndə bir cüt işıq zolağı düz onun üstünə düşüb gözlərini qamaşdırdı. Sonra uzaqdan süzülən bu işıq zolaqları ətrafa yayıldı. Evin divarlarını, çardağın böyür bucağını işıqlandırdı. Bir dəqiqə keçməmiş aydın motor uğultusu və onun dalınca da uzun-uzadı siqnal eşidildi. Bu kolxozun yük maşını idi. Ay yarımdan çox idi ki, həmin maşın hər sübh çağı beləcə böyürdən çıxıb Zahirəni sahəyə aparırdı. Sonra arvad maşını səsindən tanıdı. Yürüb doqqazda qabağına çıxdı. Ay Qəzənfər, ədə sənsənmi? Sübhün seçər-seçməzində kabinənin kiçik pəncərəsindən çölə bir baş uzandı. Mənəm Sona xala, sabahın xeyir. Qızın qalxıbmı? Sonra arvad sürücü Qəzənfəri nə salamını aldı, nə də onun sualına cavab verdi. Əl qolunu ölçüb hirslə irəli yerdi. Sus, dedi. Tez ol maşının da hənirini batır qoy uşaq biraz çimir eləsin. Qəzənfər motoru söndürüb maşından yerə düşdü, sonra arvad deyindi. Gözünün yuxusuz adı yoxdur sənin. Niyə qoymursan bu nənəsi ölmüşlər, rahat yatıb yuxudan doysunlar? Bu nə haray həşirdi, kənd kəsək oyanmamış, hər gün gəlib burada salırsan. Pambıq yığımına başlayandan bəri yazıq qızın nə gecəsi var, nə gündüzü əriyib çöpə dönüb. Qoymazsınız mı adam sabahını, axşamını bilə? Kimdir qoymayan, ay arvad? Niyə bildiyini də danışırsan, bilmədiyini də? Qəzənfəri qəzəb boğmuşdu. Sona arvada gücü çatmadığından öz-özünə deyindi. Ha, bu da mənim haqq sayım. Bu da mənim yaxşılığımın əvəzi. Yerində deyiblər ki, yanan da mən, yaman da. Qəzənfər əsəbiliklə əlini yelləyib dərindən köksünü ötürdü. Biraz sakitləşəndən sonra yumşalıb üzünü təzədən Sona arvada tutdu. Sona xala, məndə günah yoxdur. Cəmaatı dinc qoymayan sənin öz qızındır. Deyir, gərək gün çıxmamış gəlib bizi sahəyə aparasan. Yatıb gün ortaya qalsaq, pambığı yığıb yığışdıra bilmərik. Bircə gün bu qızların sözünə baxmayım, ha, inan tükümü didərlər. Hələ sənin qızın şükürlüdür. Vay o gündən ki, o səmaya arvadın qızı ağcanın dilinə düşəsən. Rayondan gəlib deməyəcək, mərkəzdən gəlib deməyəcək, başlayacaq səni pisləməyə. Qəzənfər sözünü bitirməmiş içəridən Zahirənin səsi gəldi. Kimi ilə danışırsan, ana? Qəzənfər maşının böyründən tezcə irəli çıxdı. Mənəm Zahirə, sabahın xeyir. Zahirənin uzaqdan mənalı gülüşü eşidildi. Mən də deyirəm, səhər-səhər bizdən qeybət eyləyən kimdir? Bu nə sözdür Zahirə? Qeybət nə üçün? Vəziyyəti Sona xalaya başa salıram. Deyirəm ki, pambığımız çöldə sitib tökülür. Onu itkisiz yığmaqdan ötəri. Canımıza gərək bir balaca cəfa verək. 5 gün, 10 gün yuxumuza haram qatmaqla bizə bir şey olmaz, tək ki, məhsulumuz yerdə qalmasın. Zahirə ərkönlüklə onun sözünü kəsdi. Yaxşı, yaxşı. Hər nə deyibsən, hamısını eşitmişəm. Get maşınını işə sal, gəlirəm. Lakin Sona arvad Qəzənfərin yaxasını əldən buraxmadı. Onu çəkib çardağın altına apardı, bir stəkan çay süzüb qabağına qoydu. Zahirəni də çağırıb öz yanında oturtdu. Bəri gəl, sən də ağzına bir tikə çörək al.
Canına qəsd eləmə bala. Xoş ətirli, südlü aş qablara çəkiləndə Qəzənfərin gözləri işıqlandı. Əcəb yeməli şeydir. Hər səhər belə dadlı xörəklər yeyən adam 250 kilo deyirsən, lap neçə 150 kilo desən pambıq yığar. Yaşa sona xala. Sona arvad yüngülcə köksünü ötürdü. Ay oğul, bu işin qabağında belə yeməkdən nə çıxar? Nənəsi ölmüşün qazancının heç 5də birini də özünə çatdıra bilmirəm. Hələ özgə şey demirəm, təkcə pambıq yığımından hər gün evə 100-150 manat pul gətirir, əvəzində yedi içdiyi nədir? Eybi yoxdur sona xala, tək bir cay çətinliyimiz qalır. Ondan sonra daha elə bir işimiz yoxdur, nə qədər istəyirsən yedirt, ona halaldır. O gün rayona getmişdim, görürəm, hamı bizim Ağca ilə Zahirədən danışır, bərəkallah deyir. Ürəyim dağa döndü, irəli durub söhbətə mən də qarışdım. Biri tez soruşdu ki, bəs bacı oğlu sən hansı kolxozdansan? Dediyim, bəs filan kolxozdan. Başladı irişməyə ki, bu mən ölüm. Düzündə o Zahirə Axundova ilə Ağca Aslanova haqqında deyilənlər doğrudur, yoxsa şirtmədir? Dedim, lap doğrudur. Dedi, yəni hər biri keçən ay gündə 250-300 kilogram pambıq yığıb? Cavab verdim ki, bəli yığıb. Hələ Ağcanın 320-330 kilo yığdığı günlər də olub. Sonra bir başqası soruşdu ki, dayı oğlu xatirinə dəyməsin. O qızların neçə yaş olar? Dedim, birinin 18, o birinin də 19 yaşı var. Buna lap məəttəl qaldılar. Hamısı bir ağızdan afərin, bərəkallah dedilər. Sözümü canı budur ki, bizim Ağca ilə Zahirənin adı bu saat dildən dilə gəzir. Hələ eşitməmişəm ki, onları qoçaq pambıqçı kimi təkcə bizim Mirbəşirdə deyil, mərkəzdə də tanıyırlar. Bugün sabah gəlib ikisini də kinoya çəkəcəklər. Şoferin söhbəti uzansa da sona arvad məmnun halda gülümsünüb bir ana qüruru ilə qızına baxırdı. Amma Zahirə eşitdiklərindən narahat imiş kimi qanrılıb eşiyə boylandı. Hava tamam işıqlanmışdı. Gün doğan tərəfdən göyün lap ətəyinə nazik bir təbəqə kimi çöküb qalmış bulud layının kənarlarında ləkə-ləkə qızartılar əmələ gəlməyə başlayırdı. Bu doğmaqda olan günəşin ilk işartıları idi. Qız cəld yerindən sıçrayıb ayağa qalxdı. Dur, gecikdik, deyə bardaş qurub ocağın qırağında ağır oturmuş Qəzənfərin də rahatlığını pozdu. Günün çıxmağına az qalır. Yəqin indi Ağca yolun üstündə səbirsizliklə bizi gözləyir. Gələndə ona xəbərdarlıq eləmişdinmi? Yox, eləmədim. Bu biri yolla gəldim. Fikirləşdim ki, dünən çox işləyib. 310 kilo pambıq yığıb. Bərk yorulmuş olacaq, narahat eləməyim, səni götürüb qaydana qədər yatsın. Onda biraz cəld ol, gedib bir saatda onun üçün məəttəl olub qalacaq, vaxt keçir. Süfrə üstündən yarımçıq durmaq sonra arvadın xoşuna gəlməsə də bunu üzə vurmadı. Çünki qızının keçirdiyi həyəcan onun özünə də tanış idi. Vaxtilə o da beləcə tələsər, bəzən çölə saysız çörəksiz durub yollanardı. Zaman vardı qoçaq pambıqçı kimi onun da şöhrəti dildə ağızda gəzərdi. Üzü qara olsun qocalığın. İndi taqətini əlindən alıb. Qəzənfər motoru işə saldı. Maşın hərəkətə gəldi. Ürəyi qanatlanmış sonra arvad doqqazda dayanıb sübhün sakit və təmiz havasında uzaqlaşan maşının arxasınca xeyli boylandı. Onun ana qəlbi bu dəqiqələrdə həm qocalıb əldən ayaqdan düşdüyünə, daha bir işə yaramadığına kədərlənir, həm də böyüdüb onu əvəz etmiş və ondan da şöhrətli bir pambıq ustası kimi tanınmış doğma olmasa da doğmadan artıq istədiyi qızı ilə fəxr edir, sevinirdi. Zahirənin narahatlığı əbəs deyilmiş. Ağca onları evlərinin alt tərəfindəki yolun üstündə qarşıladı. Maşın dayanan kimi salam-çalamsız keçib, kabinədə Zahirə ilə yanaşı əyləşdi, elə o dəqiqədə deyinməyə başladı. Bu zamanacan harda batıb qalıbsınız ay qız? Sabah açılanı nə vaxtdır? Biz belə danışmışdıq. Ağca boycada, əhdə canda da Zahirədən seçilirdi. Bu uca boylu, iri qaş gözlü, qara buğday qız ilk baxışda dəyirmi, xoşa gəlim sifətli, alçaq boylu Zahirədən bir neçə yaş böyük görünürdü. Halbuki Zahirə yaşda da ondan böyük, işdə də ondan təcrübəli idi. Kənd 7 illik məktəbini bitirdikdən sonra kolxoza üzv yazılmış Zahirə 2 il idi ki, pambıqçılıqla məşğul idi. O zirəkliyinə, çalışqanlığına görə tezliklə irəli çəkilib işlədiyi manqaya başçı təyin edilmişdi. Ağcanın isə məktəbdən kolxoza gəldiyi bir il də deyildi. Onu bu işə Zahirə həvəsləndirmişdi.
Uşaqlıqdan bacılıq olub. Həmişə bir durub oturmuş bu qızlar indi də bir məslək uğrunda çalışır. Manqanın bütün işlərini məsləhətli görürdülər. Zahirə Ağcanın deyingənliyindən incimədi. Əksinə ona haqq qazandırıb çox mülayim cavab verdi. Anam xörək bişirmişdi, qoymadı. Anam hamının anası var. Nə oldu səninki bizimkindən əziz oldu? Pambıq açılıb yerə tökülür. Bu isə evdə arxayın oturub hələ bir bişmə düşmə də gözləyir. Düz deyirsən, bugün çox yubanmışıq deyə Zahirə onunla razılaşdı. Ağca daha da qızır. Manqamızın yaxşı işi də pis işi də sənin adınadır. Sabah vədimizə yalan çıxsaq, birinci növbədə sən qızaracaqsan. Buna sən narahat olmaq əvəzinə mən oluram. Bayaqdan qızlara diqqətlə qulaq asan Qəzənfər dilləndi. Qanını qaraltma Ağca, dedi. Biz sənə görə ləngimişik. Dünən çox işləmişdin. Dedik qoy biraz dincəlsin, sənə canımız yandı. Pəh, mənə canları yanıb. Ağca rişxəndlə ağzını büzdü. Mənə canınız yanınca bax o çöldə dümaq ağaraşanları yansın. Onu becərib hasıla mənsilə gətirincə nə qədər zəhmət çəkmişik. Yağış yağmır, başlamamış, yağıb qurtarmaq lazımdır. Payızın havalarına etibar yoxdur. Bir də gördün, elə tutuldu ki, bir həftə, 10 gün macal vermədi. Hayıfdır, torpağa qarışıb çürüyəcək axı. Qəzənfər sükanın arxasında yerini lap rahatladı. Birdən nə fikirləşdisə, qımışıb yenə Ağcaya doğru çevrildi. Yaxşı qoçaq qızsan, amma heyf, deyə zarafatla ona sataşdı. Heyf ki, dilin düz bircə qarışdır. Yazıq səni alanın halına. Heç almasın. Elə bir ikisini gözü yoldaydı. Məlumdur, adətiniz belədir. Əvvəlcə ağırım ürəyinə deyirsiniz. Elə ki, oğlan gəlib meydanda hazır oldu. Ondan sonra başlayırsınız ağrısı ürəyimə deməyə. Sizi yaxşı tanıyırıq. Ağca adəti xilafına danışmadı. Qaş qabağını bərk-bərk töküb üzünü yana çevirdi. Zarafatından qızın incidiyini görən Qəzənfər də susdu. Qaz verib maşının ağzını ağ-qızıl çöllərinə yönəltdi. Kəndin yaxınlığından başlayaraq göz işlədikcə uzanan tarlaların arası ilə gedən Qazəlli tezliklə onları mənzilə yetirdi. Gecənin zülmət pərdəsi yenicə yer üstündən götürülmüşdü. Uçsuz bucaqsız sahə hələ də yuxulu kimi görünürdü. Ətrafda bir insan, bir canlı gözə dəymirdi. Səliqəli pambıq cərgələri isə yamyaşıl düzəndə sıx-sıx qatarlanmış saysız hesabsız dümaq cığırları andırır, adamı qoyununa çağırırdı. Qızlar sahənin başında maşından düşüb, bellərinə önlük bağladılar. Ağca özünü cəld pambıq çollarının arasına verdi. Zahirə ayaq saxlayıb fikirli sürücünün üzünə baxdı. Sən geri qayıdacaqsan? Əlbəttə. Bu saat o qədər görməli işimiz var ki, necə bəyəm? Heç, Zahirə gözlərini uzaqlara dolandırıb astaca əlavə elədi. Sən getsən bəs bizə burada kim hayan olacaq? Briqadir də gəlib çıxmadı. Qorxursunuz, deyə Qəzənfər pıqqıldayıb güldü. Sizin kimi qəhrəman qızlar da heç qorxur. Zahirə dinib ona cavab vermədi. Üç cərgəni bir dəfədə döşləyib, sürətlə irəliləyən Ağcanın arxasınca o da irəlilədi. Qəzənfər bir müddət yerindən tərpənmədi, uzaqdan onlara heyran tamaşa elədi. Elə bil kimsəsiz tarlada iki qız pambıq yığmır, yaşıl biçənəkdə iki hürkmüş kəklik çəkib gedirdi. Heç 10 dəqiqə çəkmədi ki, onlar sahənin düz ortasında göründülər. Qəzənfər bu qoçaq qızların haqqında tez-tez işlətdiyi bir ifadəni burada öz-özünə yenə pıçıldadı. Qiyamət qızlardır, çox qiyamət qızlardır. Bayaq özlərinə həyan axtaran Ağca ilə Zahirə isə Qəzənfəri çoxdan unutmuşdular. Onların başları işə elə qarışmışdı ki, uzaqlaşan maşının tırıltısını belə eşitmədilər. Zahirə gel kənddən çox-çox aralı bu kimsəsiz ağ-qızıl çölündə tək qalmadılar. Birazdan üfüqdən görünən günəş onlara həyan oldu. Sanki günəş də öz qızıl tellərini onların üstünə çiləyərək bu tarla qəhrəmanlarını salamlayır. Sabahınız xeyir qızlar deyirdi.